çox olur sələflərdə, alimlərdə, zahid insanlarda çox olur ki, onlar həmişə öz nəfsini qınayıb. Ümumiyyətlə bu təqvalı insanın, Allahdan qorxan insanın vəsifidir ki, Allahın ona olan nemətlərinin müqabilində, Allahın ona olan ehsanlarının, yaxşılıqlarının, ona olan ikramlarının qarşısında Allaha doğru düzgün ibadət etmədiyinə görə daim özünü qınayır. Və bu həmçinin nə üçün belədir? Özündən razı olmasın. İnsanlar var bəzən görürsünüz, fikir versiniz ki, mənim qəlbim təmizdir. Mən nə etmişəm ki? İbadət sənə lazımdır deyir. Mən nə etmişəm ki, mən də ibadət edim. Fikir özündən razıdır. Amma mömin insan belə deyil. Mömin daim fikirləşir ki, Allah çox edir, mən az edirəm. Allahın mənə olan diqqətinin, nemətlərinin çoxluğuna mən az qarşılıq verirəm. O gecə gündüz bol-bol mənə nemətlərini yağdırdığı halda mən ona layiqincə ibadət edə bilmirəm. O çox verir, mən az verirəm. İbadətlərim az, etdiyim əməllər naqis. Bu mömin qulun sifətidir və bizdən əvvəlki salihlər belə olublar. Daim özlərini gəlir deməli Ömər ibn Abdüləziz yoldaşı deyir ki, o elə ağlayırdı ki, Allahdan elə qorxurdu ki, sanki cəhənnəm elə ondan ötürü yaradılıb. Hansı ki Ömər ibn Abdüləziz öz zamanında Allahdan qorxan qulların içində ən təqvalısı deyilərdi. Allah bilir daha doğrusunu. Bir gün yanında ətirin qapağını açırlar, ağzını açırlar. Raca İbn Hayva köməkçisi. Ömər ibn Abdüləziz də möminlərin əmridir. Öz ətəyi ilə burnunu tutur, ağzını tutur. İynəmək istəmir. Raca İbn Hayva deyir ki, ya əmir-el-müminin, möminlərin əmri. Belə də yoxdur, ətirdir də. O da deyir ki, Allah səni islah etsin. İnsanlar ətirdən nəyindən ləzzət alırlar? O da deyir ki, iyindən. Deyir, məyər insanlar ətirin iyindən başqa bir şeydən ləzzət mi alırlar? Mən onun iyini belə iynəmək istəmirəm. Çünki o beytulmaldandır. Möminlərin ətirlərinin iyini belə azaltmaq istəmirəm. Bu cür Allahdan qorxan insan, fikir verin, necə Allahdan qorxurdusa, nə gəlirdisə ona maldan götürmürdü. Beytulmala. Ailəsi deyirdi ki, heç olmasa bir gün normal bir süfrə açar da. Bir gün normal bir süfrə açar, yiyək. Bir gün. Deyirdi ki, az qalıb, səbirli olun. Az qalıb, səbirli olun. Nə vaxta qədər? Allah bizi cənnətdə cəm eləyənə qədər. Hətta öləndə yoldaşı deyir ki, kim var isə yanında hamısını çıxartdı çölə. Dedi ki, çıxın. Mən deyir, onun son kəlməsini eşitdim. Son sözünü eşitdim.